Hər kəs yaxşı olar. Fuzeyl kimdir? Zəmanəsinin ariflərindən biridir. Hansı yaşlarına qədər oğurlu olub, quldur olub. Sonuncu dəfə də gedib bir ailənin evinə girmək istəyirmiş. Bir ayə eşidir, Allahın ayəsidir. Doğrudan kaş biz də bu ayəni eşidək. Ayədə deyir ki, Allaha bəndə olmağın vaxtı çatmadı. Çünki Fuzeyl müsəlman ölkəsində yaşayırdı. Bilirdi ki, dini bilirdi o, amma əməl eləyə bilmirdi. Nəfsinin əsiri idi. Ayədə deyir ki, Allaha bəndə olmağın vaxtı çatmadımı? Fuzeyl bir anlıq fikirləşir. Deyir ki, niyə ilahi? İndi bəndə olmağın vaxtı çatdı. Qayıtdı. Qayıtdı və çalışdı zəminin böyük şəxsiyyətlərindən oldu. Demirəm, qayıtdı, yaxşı adam oldu da pisliklərdən çəkindi. Böyük şəxsiyyət oldu. Biz ki quldur deyilik. Biz ki böyük işlər, pis günahlar sahibi deyilik. Bəs nə üçün biz Fuzeyl kimi uca olmuruq? Çünki pis iş görmürüksə də çox. Amma yaxşı iş də görmürük. Nəfsimizlə yola gedirik. Nəfsimizlə anlaşmamız var ki, nəfs sən nə desən o, amma bir şərtlə ki, sən adam öldürməyəcəksən, şərab içməyəcəksən, oğurluq eləməyəcəksən. İndi qalan da sən də nə desən eləyərəm. Qəsə namazı qılma, qılmaram. Gecə namazı qılma, qılmaram. Nə bilim, onu etmərəm.